Əgər Qəbələ zonasında dadlı yemək yemək istəyirsinizsə, o zaman Caspian Fish and Sea House-a mütləq şəkildə gəlməlisiniz deyirəm. Biz bunları çəkməliydik. Prosta o yeməkdən əvvəlki salatlar o qədər dərəcədə dadlı olur ki, yəni pomidorlar qalıb, manqal salatından demək olar ki, yoxdur. Burada bir dənə salat vardı, Gəldiyiniz zaman bu getdi. sarımsaqlı, ispanaqlı bu əzməni mütləq istəyin. Yəni Ən çox diqqətimi çəkən məqam o oldu ki, hər yemək növündən sonra boşqabımız və çəngəllərimiz dəyişirdi. Bu məni çox sevindirdi. Çünki balıq və əti eyni arada, eyni boşqabda yemək xoş olmazdı. Yediyimiz nərə balığı həqiqətən çox dadlı idi və eyni zamanda da uşaqlar kababı hədsiz dərəcədə çox sevdi. Təbii ki, antrikot deyincə də mən, kabab deyincə də mən, elə biz özümüz də kababdan bol-bol yedik. Ümumiyyətlə dağlara getdiyimiz zaman ən çox nəyi yeməliyik? Əlbəttə kabab yeməliyik və sonda da bu xatirə guşəsi olan Love Heart Story bölməsində şəklimizi çəkdik.